Radio Müstəşar. Söz olan insanların eşitməli sözləri. بیش از 200 konsept. Fikirəm. Hətta بیش از 250 300 dana konsert. Hala seansa geçsək, şayet məsələn بیش از 3000 seans icra. مدیر برنامه تهیه کننده برگزار کننده konsert. Bu nəzərə yandı ki, indi 20-25 ildir sənin adın Aşıq musiqisi ilə var. Davud Azadla var. Orkestr senfoniklə var. Bilmirəm, makam bəndinlə var. Bu xeyir olar. معتاد olmuşam. واقعا مثلا من konsertin özünə bazlığım var da. Bu konsert var ki 2 saat yarım sonra başlayıb. Mən tamam konsertlər ki bərgüzar edirəm. Məsələn %80 həttəmən otururam mən o konsertə baxaram. 25% az بیشتر از مبلغ bir dana Pride mən məbləği sponsori almışdım belələrində. Aya biz biganə pərəstuq. Təbrizi deyirəm. Yo biz yaxçı pərəstuq. Yəni bir daha xanəndə Təbrizdə satdı, hər yerdə satacaq. Moyinpur, sən bu işdən yaxçı qazanmısan, düzdür? Allah bərəkət versin. Arəş Məsih mənim təəssübüm var belələrində. Aya bunun adı artistdir. Ha, bunlar marketing, bunlar şeydilər. Elə odur da, onu açaq. Xanəndə های marketdilər bunlar. Konsert qovuruq biz pul qazanırıq. استوری شروع شد با تمام شد ببینید داستان upload olacaqdılar. Mən کلی خواننده دفعه اول çıxartmışam səhnəyə. Mən cəmilə بیش از 350 seans bərnamə getmişəm. Noy musiqisində siz bəyənirsiniz, qurban olum sizə, bəyənmisiniz, qırı və səlam. Ustadlar konsert qoyurlar, həman konserti ki, məsələn, Salib, bilmirəm, məsələn, 90 icra eləyib, 93 icra eləyib, 95 icra eləyib, 98 icra eləyib, sonra korona olub, icra eləməyib, 94, məsələn, bilmirəm, cezar çağırsa 2, 3 çağır, hamısına baxın, hamısı eyni həmdilər. Təbriz uşaqlar fikirlə çox bətərdilər. Öz zehnilərində və öz içərlərində. Yəni 5 nəfər yığışan deyirəm, bətərdilər. Onda toaletə nə dişbinin halı yoxdur. Mən bir daha xanəndəm vardı, oranın başlayım poş səhnədə dəstçusuna bu cür gedirdi. Bir daha salonun əvvəliyyəsi budur ki, sistemi gəlməşdi ola. Əvvələn Təbrizdə xop varımızdır salonda. Salon görməmişik də. Bir daha seda haberdar getmişdim. Dedim mən arezum اینه که پشت این سیستم بشینم صدا بگیرم. خیلی خوبه. دیده آرزومه. Xop onu topla topraq altındadır. Üçün istifadəsi yoxdur ki. Sən konserti bütünü zərər olsa olar necə? Olar 100 milyon. İşte icra orqanında pulu çıxar da. Fərhəngimizdir də aşıq musiqisi. Məyə ola bilər bir nəfər sazın səsini söyməyə. Gərək aberuy Təbriz olaydı. Amma indi aberuریز Təbrizdir. Yəni əmdən satmamışıq. Mən bu ünvanı bir dana meneceri bir dana artisti خوب yaxçam eləmişəm. Babam həmişə mənə deyib bu işi görmə. Əgər sənin atan irşadda olmasaydı, qalan da deyib. Allah rızası çox yaxdı babadır. Çox yaxdı babadır. Mən Fitiləyə sal 88-də qoyun özümü satımda. Fitiləyə sal 88-də mən 52 milyon pul qazanmışam. Bəli. Bir bərnamədə. Bəli. 47 milyon tümənə bir vahid apartman almışam. Hünər faxir. یکی از آرزوlarım budur ki evim bir gün konsertimi برگزار edeyim. Aşıq musiqisindən Tehrandan gəlmə bu yeniyetmə pop musiqisinə can. Böyük orkestr senfonikdən üçlük muğam ifasına can. Kim eləyə bilər bunların hamısını əldə saxlasın. Buradan vursun, oradan çıxsın. Bu adam bir nəfərdir. O adam ki, ürəyi böyükdür, üzü gülərdir, səbri çoxdur. Və meydandadır ki, Təbrizin musiqisi eləyə bilsin ki, bu səhnədən o səhnəyə və bu şəhərdən o şəhərə özün adlandırsın. Can dostlar, dəyərli Radio Müstəşar yoldaşları, salam, hər vaxtınız xeyir olsun. Mən Aydın Namdar, bura Təbriz Radio Müstəşar stüdyosu və mən çox sevinirəm ki, bir taza epizoduna sizin qulluğunuz deyəm. Musiqiçi dostlarım bilirlər mən kimlə danışıram və bu ad Şahid Moinpur cənablarıdır. Çox gözəl danışdıq Şahidlə. Musiqi faxirdən dedik dedi, yox. Musiqi bazarından dedik dedi, hən. Və mən əlbəttə bilirəm ki, bu adam bu şəhrin faxir musiqisinə də nə qədər xidmət eləyibdir. Müntaha gedib söz-söhbətimizi eşitmədən mən bir dəfədə sizə xatırladım ki, nə cür bizə arxa dura bilərsiniz? Yayın, eşitdirin, özünüz eşidin və Radio Müstəşar səsini ucaldın. Hər nə yolunan ki, düz bilirsiniz və hər nə yolunan ki, başarırsınız. Əgər də bizi YouTube'dan izləyirsiniz,
subscribe düyməsini tuşlayın, onun böyründəki zınqıronun da rəngini dəyişin. Bu siz və bu Şahid Moyinpur dostumuz. Çox xoş gəlmisiniz Radio Müstəşara. Var olun. Necəsiz? Şükür. Lap da yaxşı. 11-ci ayın 10-u axşam saat 8-dir ki biz bu danışığı başlayırıq. 1403 11-ci ayın 10-u Bəhmənin 10-u axşam saat 8-dir ki başlayırıq. Bir dənə çox sadə sualım var. Çox sadə. Məmlə sadə suallar çox çətin. Yox. Bu nəzərə yandı ki, indi 20-25 ildir sənin adın Aşıq musiqisi ilə var. Davud Azadla var. Orkestr simfoniklə var. Bilmirəm, makam bəndinlə var. Bu xeyir ola. Mu'tad olmuşam. Yox, bilirsən, teyf çox vəsidir. Çox vəsi teyfidir. Yəni heç kəs deyənməz ki, o janrı Şahid işləməz ya işləyənməz. Düzü budur ki, biz bu işə mu'tad olmuşuq. Yəni iştibah eləmişik əvvəldə, mu'tad olmuşuq. Və mən konsertə eşq elirəm. Yəni konsert bu cür dərk məsələn, mən bir daha konsert bərgüzar edirəm. Xoş, oradan pul qazanam. Xoş, mən eləyə bilirəm məsələn, indiki ayrı işim var daha. Yəni hamı bilir mənim ayrı biznesim var. Məsələn, pulum oradan çıxır. Vəli babəti icra konsert mən eşq elirəm və hər konsertdə özüm müxatəbəm. Mən tamam konsertlər ki bərgüzar edirəm. Məsələn, %80 hətmən otururam mən o konsertə baxaram. Yəni özüm bu mübarədə binəndə o konsertəm. Məsələn, böyük həsrətlərimdən biri budur ki, heç vaxt mən Şəcəryan konsertini bərgüzar eləyənmədim. Və ona görə də heç vaxt Şəcəryan konsertində olanmadım. Böyük həsrət dizində canımda. Yəni mən həmişə zaman yadıma düşəndə sən narahat oluram ki, heyf olsun. Məsələn, mən Ustad Nazirini bəd az 13 il əgər iştibah eləməsəm, getdim evlərinə yalvardım getdim. Vaqən yalvardım be məni xassı xodu kələmə. Yəni Otdum və yalvardım. Anda otdum, məsələn, biraz qadir, ağlayam ki, ustad, mən ömcə Təbrizə deyil, desən, nemiyam. Niyə? Sal 81-də bir dənə konsertə gəlmişdilər bunlar. Bir nəfər namətlik eləmişdi, sağ olsun. O zaman bulan filmlərin bedunə icazəyi ustad, o film pəxş oldu. Ki o konserti də bir dənə icra oldu ki, qərar idi o bəsurətə albom pəxş ola. Bir namətlik eləmədilər. Bir nəfər bir daha dürbün qoymuşdu orada və icrada da icazə almışdılar biləsindən ki, ustad biz bunu pəxş eləyik, demişdi eləyin. Bundan sonra görmüşdü, elə bir iştibah eləyib. Çünki o musiqi çox kəm keyfiyyət pəxş oldu. Mənə dediyi bu idi ki, sal 81-də mən o işə 70 milyon pul xərcləmişdim. Yəni Təbriz konsertinə. Nə, o alboma 70 milyon pul xərcləmişdi və o albom tolid olmuşdu. Mən 70 milyon dedi zəhər elədim. Çünki mən o albom mən heç dərdimə dəyməyəcəkdim. Çünki amma musiqisin əşağı keyfiyyəti eşitmişdi də mənim albomum almayacaqdım. Və özümə qoymuşam məsələn kitabxanamda mənim də albomum var. Və vaqəən biz getdik yalvardıq biləsinə. Yəni bu məni vaqiyi kəlmə mən şahid 5 yol getdim ustadın evinə, hər şey bir daha bahanə ilə. Məsələn bir şey pənir almışdı. Pənir xəridən bəratın ümədən pənir avırdım. Bir yıl dərsət çoxu bulan evlərinin qapısələrinin ağzında pənir satan vardı da. Bir yıldan əsəl avırdım. Və üzə qaldı gəldi. Be məni vaqiyi kələmə üzə qoyduq getdik. İstəyirəm bunu deyəm ki, mən vaqəən konsertlərdəki icra edirəm, eşq elirəm və bunu özümə çox məsələn qəşəngdir. Mən aşıq musiqisi məsələn bizim fərhəngimizdir də aşıq musiqisi. Mən ola bilər bir nəfər sazın səsini söyməyə. Bizim qanımızda var o saz səsi. Mən indi 2 aydır Aşıq Fərrux Mehdipura yalvar. Aşıq Çəngizə bəşləyin. Aşıq Çəngizə yalvaram ki, Aşıq Çəngiz mən ömgə et bir daha konsert qoyaq. Hətta İrşadda da yalvarırlar. Yəni mən Aybəl Ağıdan necə deyirlər, mücəvvizini almışam. İndi mi düykullu İrşad mənə deyirsən Allah ki, Çəngizi geytər.
Çəngizə də necə bir daha konsert qoy. Nə məqsəd istəyir biz verək. İndi 2-3 aydır mən Fərruxla məsələn elə hey Çəngizlə niyə belə çırıxıram. Açıq Çəngizlə hey danışıram. Fərrux üçün vasitədir, ona görə Bəli. tez adı gəlir. Açıq Çəngiz, mən ömrüm qeyd ki, bir dənə İranda konsert qoyaq. Bu cür da açmasam, bir şey konsertlər şeydir da, bazarıdırlar, yəni konsert qoyuruq, biz pul qazanaq. Vəli xub, bunların çoxunda biz eşq eləyirik da, yəni vaqəən bu ittifaq düşəcək. Həman ittifaq ki, məsələn, salı 79 idi, 80 idi, biz bahəm səhnə vurmuşuq, orkestr, senfonik. 86 idi. 86 idi. Bahəm səhnə vurmuşuq, darbəs vurmuşuq, space səhmişuq, parça almışuq. Yəni, mənim heç adımdan çıxmaz ki, hamımız bahəm libası, karınla düz daha, yəni icrac etmişdik, ya qərarlı icrac edək. Onun axırında da bir xatirə vardı. İndi gələcəm ha, orkestr senfonik. Hamımız əl-ələ vermişik da, yəni şayət bu ittifaqı məsələn taat uşaqlar indi bilələ, qədimi taat uşaqlar ki, məsələn, nəm nur yox idi, biri üstdən nəm nur nəm neynərdi. Nemidanəm, nəm dekorsaz yox idi, özümüz ceyb nətcara saman meydanında. Məsələn, mən üçün illər Yaqub Sadiq Cəmalinin dəstiyarı olmuşam. Hududu 3 il mən Yaqubun dəstiyarı idim və nə mənə dörgəşmişəm teatrda, düzdür pis şairdən, vəli mənə çox zətlər örgədib. Biz gedərdik Saman meydanında, mənə yollardı ki, geç Saman meydanında nəm kim var, ondan təxtə tamasal nəm neynə dekor vəqtər. Ki, indi fikrim teatr uşaqlarında da bu ittifaq yoxdur da, geylə dekorsaz bilələnə bu işə əncam verir. O zamanda xop konsert çox çətin idi, vaqəən çətin idi. İştibah eləməsəm 84 icramızdır. Mən əvvəl konserti 2 icra eləmişəm. Nəfəs yeri verməyəcəksən də mən soruşum. Mən deyim da, heyfidir baba, heyfidir. Əvvəl konserti mən icra eləmişəm 84-də Zeytunudur. Bəli. Və mən Zeytuni 2 Petroşimidə idi. Petroşimidə idi. Əvvəlin konserti Məksnet dispanseri idi. O zaman mən Məksnetdən 6 milyon tümən Pride 4 milyon 500 ya 4 milyon 800 idi. Yəni hududu 20-25% بیشتر از مبلغ bir dənə Pride mən məbləği ispanseri almışdım bilələrinə. O zaman 6 icra etmişik bilələrinə full dolu. Muntaha xub təbliğat pusteridir. Nemidanəm traket idi. Bileti cəhkideydin. Biletdə yazardıq. Rədifə 1, səndəliyə 1, rədifə 1, səndəliyə 2. Paylaşardıq Hüseyin Səda. Ustad sənət tələbi nəğmə, nəm qaleriyə sorxə, nəm kim Səhid Acücüsüyün amuzişgahı. Səhid Acücüsüyün amuzişgahı və amuzişgahların bir teydən. Ondan bu yəni vaqəən, yəni Ərsəlanla biz o konsertidə məsələn vaqəən mənim əvvəl konsertim idi. Muntaha xub, onda da mən bir daha yadımdadır ki, biz 2 gün bilet satdıq, sonra bilet da getmədi. Dayandı, məsələn, da heç kəs olmadı. Özdə mən Dr. Rəsul Niyay Məksnətə qol vermişdim ki, 5 saat satacaq. Neynədir, satıldı? Bilet dayandı. Vaqəən dayandı, gişələrdə istop oldu. Mənim bir teydat dostlarım vardı, skate səvarıdılar. Bir gün mən gördüm ki, bunlar yadınıza gəlsə böyük fələkə var idi. Hamıcı böyük idi, hamı dolanardı filan. Mən o böyük fələkədə oğlanların hamısını yığdım, skate səvərəm. Hamısı bir də t-shirt aldım. Bir daha qabağında böyük zeytun, bir daha kürəklərində böyük zeytun. Traketləri biz verdik bunlara. Becayin ki, dəsti, nəfəri traket paylayır, skate səvərlər traket payladılar. Allah rəhmət eləsin, olan sərpərəsti Əli Herəvi idi, sonra məndən kolli işlədi və sonra fot elədi. Allah rəhmət. Onda biz mənim yadımdadır, biz skate səvərlərlə, məsələn, bir sans yarım skate səvərlərlə satdıq. Sonra cinə də istop elədi, cinə də satılmadı. Xob, puster rivalı nə mənə idi? Vurardıq bu duvara da, bir nəfər nəssabımız vardı. Siriş ilə vurardı duvara. O nəssabın da bir dili şirin bir oğlandı. İki qardaşlar. Mən bir gün gördüm ki, bunlar vururlar və hələ bizə işə çox nəssabıma görə mən bir söz deyim. Mən o nəssabın şumarəsini səndən aldım, bir dana bir işə yolladım biləsin. Bu nəssab qardaşımız məndən gəldi, 2000 dana, 3000 dana keçən günün sözü, məndən poster aldı.
və getdi. Onda da mənim dəftərim Çaykənar Abrasanın düz o nəpişində idi. Məndən posterləri aldı. 10 dəqiqə sonra bir daha SMS gəldi ki, Kəlantər Kuçera zədəm. Dəqiqən elə həman. Elə indi də o cür deyil. Bir rubondan sonra Təpəli Bağra zədəm. Bir rubondan sonra Mənsur Raz zədə. Axır zəh vurdım deyim amma mənim etimadım var. Sən bu SMS-ləri yox, sən işivi gör bax. Hə yadımda da dili şirin də Allah səlamət eləsin. O dostumuz var. İndi vardı yenə işdirik. Var elə yenə həman işdədi. İsmail Əkbəri, Cabbar Əkbəri. Hə. Yol, elə vardılar və yenə də həmin işdirdi. O şeydən bir şeydə tutaqlar, bir də səslə müşkülümüz vardı. Mənim əlimdə idi, hə. Çox qoya sənin hesabından bir söz. Hə, gəl. 3 2 1. O nəssabından şahid mən bir cəlib bir söz deyim. Dili şirin oğlandı da. İsmail Əkbəri, Cabbar Əkbəri. Hə, Allah səlamət eləsin. İndi də yenə o işlədilər. Elə yenə də. Cəlibdir. Mən fikir edirəm 89, 88, 89 səndən şumarələrini aldı. Və 2000 lira, 3000 lira poster çap eləmişdim. Gəldi dəftərdən götürdü. Hədsvıram da belə deyəcəksən. Onda da mənim dəftərim Çaykənar Abrasan qulağında idi o bank sipəhə dönən yerdə. Bir 5-10 dəqiqə idi elə pillələrdən yemişdə şahid bir SMS gəldi ki, Kəlantər Kuçera zədəm. Bir 5 dəqiqə, 10 dəqiqə ondan sonra Təpəli Bağra zədəm. 13 Aban ra zədəm. Axır dedim onlar əlçək mən əsir oldum. Mənsur ra zədəm. Hə, elə bir bura gedirdi. Hə, o cürdür. O cürdür. Biz onda posterlər becərin ki, vıraq duvara. Mən 4 adı öyrəyim. Böyük fələkə. Onda yadımda da ki, məsələn, 1000 dənə posteri 1 kilo sürüşlə vurardılar da. Mən onda 3 kilo sürüş aldım. Deyim becərin ki, bunlar duvara vurasınız, vurun kəfə. Deyib, baba əyəxlarla deyim, lap yaxçı. Və yadımda da, onda məsələn, posterin birinə verərdik 10 tümən, mən birinə verdim, məsələn, 15 tümən. Xob, bunlar 4 adı öyrü fələkə, posteri zeytun vurdular. Sabahsı şəhərdarı bizi tobiq elədi ki, nəm yeri batırmısınız, nəm neynəmsiz, biz ondan da cavab aldıq. İstəm deyəm ki, biz xəllaqiyyətlər həmişə zaman qəşəy olub da, yəni furuşa müncərr olub, nemidanəm işin qəşəhliyinə müncərr olub və mən əvvəl konserti onunla başlamışam, yəni. Və buraca neçə dənə bərnamə hududən? Biş az 200 dənə konsert. Fikirəm, hətta biş az 250, 300 dənə konsert. Hala seansa geçsik, şahid məsələn biş az 3000 seans icra. Və nəfərə geçsək? Tamaşagər, baba da onu bilir. Sağ ola. Ay şahidim Umpur, sən dəqiqən işivin adı nə mənə? مدیر برنامه تهیه کننده برگزار کننده konserт. Konsert quzar da deyirlər bu əvaxir. Bu məndəravərdən. Yox, belə bir izzət yoxdur. Əlbəttə indi üçün şey olubdu, yəni organize olub da, bu ittifaqla menecer deyirlər. Vaxtı müəssisə bərguzar edirik, hamısı dər qalibi bir daha müəssisə ittifaq düşür. Müəssisə bərguzar eləmir ki, elə şahid Moyinpur bərguzar edir. Müəssisəyə mücəvvizin verir. Bəli. Mütəəssifانه oturdu. Bəli, mütəəssifانه oturdu. Yəni کلی از دعواهای مجوزی که مثلا با اواخرده ده خب çox çoxalıb. Bir şey dostlarımızın ki, xub təcrübələri yoxdur. Be xatir bu ki, mücəvvizlər vardı, yaxşı konsertlər verilir, bülələrlə mücəvvizi verilir. Amma o başda görsən ki, yox, bir şey əcəb qərib ittifaqlar. Bu ki, məsələn, mən eşitmişəm ki, konsert var ki, 2 saat yarım sonra başlayıb. Yəni, o vaxtda gəl qutuleydi, tərəfçədəydi, yetişəydi evinə və o zaman başlayıb. Müşkili soğutu var, müşkili nur var, müşkili filmi var, hər nə mənə. Bunda xoşbəxtانه biz səy eləmişik ki, onlar demirəm, olmaz, qətən olar. Çünki hər zat biz söydüyümüz qədər ideal deyil. Hala bilməm, məsələn, deyə bilirəm, məsələn, salonlardan, filanlardan. Hər zat deyə bilirəm. Məsələn, bizim bir də gözəl salonumuz var, Xavərən adında. مرکز همایش‌های بین‌المللی تبریز. Gərək aberuy Təbriz olaydı. Amma indi aberu riz Təbrizdir. Sözün yadından çıxmamış, çox cəlibdir. Dəqiqən Ərsəlanla da bu dərdi deşdik, Nasir Ətapurla da deşdik. İndi bir nəfər məsulü var, hamı deyə ondandır günah. Baba neynəsin, o bir nəfərdir, məsuldur.
Bunda məsul ki, nə karməndi var, nə həmkarı var, nə büdcəsi var. Yəni büdcəyə در ixtiyarı yoxdur. Xub çün sazmani idarə olur, əli çox bağlıdır. O yazıq ora əlləşir ki, yaxşı işlətsin. Bunda xub bu ittifaq tək əlinə olmayacaq. Mən tək əzai şuradan məsələn yalvarmışam, xahiş eləmişəm. Siz Allah ora biraz yetişin. Xub, buradan 3 dəfə iftitahi sistemi cərmaşı tutulub. Pisdir, Təbrizə çox pisdir. Bir dana salonun... Ay, heç vaxt canı qızışmayıb ki ora. Bir daha salonun əvvəliyyəsi budur ki, sistemi cərmaşısı ola. Babadan bunu iftidaiyə tutmazlar. Çox pisdir, bax. Məsələn, sən zəncirlər, məsələn, maşını almışam. İftidaiyə də tutmuşuq ki, onun signalı var. Maşını almışıq, çiraq nur balası verir. Baba, maşının indi nur balası, məsələn, elə var, bax. Yəni, onu da iftidaiyə tutmazlar. 3 dəfə iftidaiyə tutulub. Amma cinə yoxdur. Ya qızışmır. Qızışmayıb. 3 dəfə buradan iftidai parking tutulub. Həmçinin parkingi yoxdur oranın. Bunlar çox aşağı şeydilər ha. Məsələn, başlayın, servisə behdaşdi. O cəmiyyətə 3 dana. 3 dana ağalar, 3 dana xanımlar. Xoş, çox pisdir. Dərsəti ki, oranın aşağısında iştibah eləməsəm 40 ocaq xanımlar, 40 ocaq ağalara servis behdaşsı amadədir. Məsələn, qapılan fəqət təskirələr qalır, bu həddidə. Bunda xub, nəmniyə himmət yoxdur ora. Bu himmət gərək kimin adına ola, kimin tərəfindən ola və yoxdur. Fəqət mütəvəllisi şəhrdar. Bilirəm, şəhərdarın hansı orqanı? Biz ora 3 dəfə sahib dəyişib. Aha. Əvvəlcən şəhrdar mərkəzinki idi. Sonra olub heyət-ümənai, indi olub Sazman Fərəngi Hünərinin Vəlicinədə heyət-ümənası var. Heyət-ümənası kimlərdir? Ad deyim. Nə olar? İndi ayı Hacı İmaddır, xanım Həratıdır, müdir amili Sazman Pəsmand, Ay Nəsir Beyci müdir amili Sazman Fərəngi Hünəridir, Maveni İdarə Mali Məntəqi 2-dir, bəd şəhrdar məntəqi 9-dur. Bunlardılar, bəd. Bezafi ayı Mənuçehri Cəfəri ki, indi müdir amilidir. O yazıq da çox əlləşir ora ayaqçı olsun. İndi nə qədər zəhmətlər cavab verib ya verməyib, mən bilmirəm. Ümid var. Gərək ola. Yəni o salon çox qəşəngdir. Yəni واقعا از نظر دیزاین، از نظر مثلا imkanatı, ruhi çox qəşəngdir. Onda o gözəllikdə salonun... Yox, bir dəqiqə dayan. O gözəllikdə salonun... Qutu qapağı gözəldir. Aha. Qutu qapağı gözəldir. O gözəllikdə salon akustiki yoxdur. Vaqəən eləməyiblər. İlləti də budur ki, o kəsi ki bilələrindən iş istəyəcəkdə, sən bilmirdi ki, oraya nədir olacaq akustik ola. Sən akustikə nə mənə? Şahid, o bilmirdi. Amma bu şəhərdə bilən az deyil. Eləməyiblər. Mütəəssifanə eləməyiblər. Baxız, o salonun 3-4 dənə vitrini iradı var. Çox az məbləğlə dolar qurtularlar. Mən çox demişəm. Məsələn, oranın bərq istirarısı yoxdur. Allah səlamət eləsin. Ay Yunus ağacın vardı, Mavili Darmali məntəqi 9-udur. Ora nəmnə qətcan yandırıb. Mənlə ora buxarı almışıq. Yəni, mən ora buxarı almışam. 15 dənə biz ora o sərpayı buxarlara enerji deyərlər. Daha üçün əvvəlin enerji verib. O qırmızı böyüklərdən. 15 dənə ora buxarı almışıq ki, axır 5 dənəsi mənlə Yunus daşımışıq. Mən getmişəm, xahiş eləmişəm, prosa əncam vermişik. 2.800.000-ə alıbla o zaman. İndi fikir edirəm 1.60-70-80 milyon tümən olur. Bətərdə onların bir püfləmə səsləri olar. Handa qəşəngdir. Hala o çıxdı səs də o iyi belə vat sədayı. Sistem soğudu deşəsən bülünməz. Muntaxıb ey belə buxardan indi şəsər yoxdur. Fikrimizin 2 dənə ya 3 dənəsi qalır orada ya qalmır. Xoş. Cəlib. Bir dənə poş səhnədə nəfərro qapaçacaqlar. Bir dənə emniyə çıxdı çerçirə var, o açılmıyor. O nəfərro ona müşkülləm 90% cərmaj o salon oradan həll olar. Bir də böyləcə qapı nəfərro olar bilməm 120 sant, məsələn 150 sant, mən nə bilim. Bir belə. O qapı emniyəcə dolmur. Poş səhnənin cinə kerkerədir. Bir dəfə açılanda siz fikir eləyin məsələn bir dənə kerkeri bir irtifai 5 metr, ərzi ise 4 metr. 20 metr geri açılır, kullu cərmaşı ora getdi heçə. Xoş. Bizə vitrini işlər var, servis behdaşlar qurtulub. Vaqəən qurtulublar, mən görmüşəm qurtulub.
Bərq istirarı qurtulub indi yola düşüb. Deyirlə yola düşüb. Mən işlətməmişəm. Məsələn biz onu 3 il qabaq da yola salmışdıq. Bunda işlədənmədilər və iş xarab oldu. Yenə də getdi, məsələn bir də təmir istədi. Xam axı ev yox, bunlar olsun və olmalı da, olacaq da. Səsi nə etməli? Səsə də eləyə bilərlər. Kafıdır rubəru divarın üst panellə açıla, aşağıya pəşmisəng izafələnəcəkdir. Xoş, indi bilirsiniz o qədər yaxçı texnologiyalar gəlib ki, oranı kafıdır bir dana mühəndis sedayı xub. Gələ bir yol orada bir dana sistem kalibre eləyəcək, deyəcək buranın bu iradı var, o iradı var. Bu salon, bu qətənin iradı var, rəf olsun. Və həmin sadəgi. Balkonu düzəldiblər. Rədifi 1 salonu görür, rədifi 2 görür, səbəbədəsən görmür. Ah, bilirsən, burada bir daha sual var bax. Onu biləxərə bir arxitekti var da. Bir mühasibəkəri var da. Arxitektə rəbti yox. Ah, Oracı qurtulub, şəhrdar möhtərəm istedi oranı benamı özü ki tabloda vırsın. Der zamanı şəhrdari aydini namdar iftitah şod istedi tablo vırsın. Gəldilər moketi bastılar, üstə qurtardılar. Və həmin sadəgi. Yəni şibi tənzim eləməmiş. Eləməyiblər. Ay. İndi kafıdır. Rədif 3, 4, 5, 6 və 7. Səndəllər açılacaq. Olan kəflərinə mücəddədən şib səncə olar. Yəni əvvəl rədif 10 sant, 2-ci rədif 20 sant, 3-cü rədif 30 sant bu cür düzəldəcəklər, müşkül həll olar. Və həmin sadəgi. Əslində zaten işi yoxdur. Hətta xəzinə bər də dəyir. Muntaha xub vaxtı biz bir dənə məcmuənin servis behdaşçısında cir eləmişik. 3 dəfə iftitahiyyə gərmaj tutmuşuq. Balkon muşduluqdur. Xoş, ora bir dənə çox yaxçı sistemi soğutu alınıb. Var. Muntaha qalıb nəmharda bir belə topraq yeyir. Bir dənə maydası analogi. Mesela mən daha seda haberdar etmiştim. Dedim mən arzum اینه که پشت این سیستم بشینم صدا بگیرم. خیلی خوبه. Dedi arzume. Xoş, onu atıbla topraq altındadır. Çünki istifadəsi yoxdur. Çünki o salon illər boyu sahibi yox idi. İndi də mütəəssifanə elə o cürdir. Vaxtı işləyəni yoxdur, vaxtı müdir fənnisi yoxdur. Vaxtı bilmirəm ki, məsələn müdir təsisatı yoxdur. Orada deyirlər ki, heç vaxt siz orada heç kəs tapamazsınız. tapamazsınız. Bir daha da mövzu var ha. O salon şəhdariyə Bənnazi kafıda dərəməd verir. Çox. Yəni mən fikirəm ildə necə olmaya bir 60, 70, 80 gecə orada konsert var, həmayiş var. Və bunlardan da pul alınırdı. Baxın bir yox. در قیاس با هزینه‌lər indi yəni eyni budur ki, sən deyəsən Aydın namdan ayda neçə dərəməd var. Və nə qədər həzinəsi var. Yəni hamımız nə qədər işləyirik, həzinələrimiz bir işlər az dərəmədimizdir. Yox. Orada elə o cürdür. Bax bu mövzu در مورد bir dənə şəxs ola bilər. Bəli, ora bir dənə şəhər. Oranın qərardadı əvvəliyyəsi iştibah eləməsəm 72-yə 74 milyardır. Xoş. ساخت 0 تا 100 مجموعه. ایندی قرارداد مکملی برای تجهیز 1 2 3 4 5 dənə مواردی بیش از 150 milyardıdır. Tamam. Mən istəyirəm Xavəranı mövzusunu bağlayaq. Mən kimi qonaq çağıracağam radio müstəşara ki, təxəssüsən Xavərana görə danışaq. Fəqət Mənuçeh Cəfər. Ay Mənuçeh Cəfəri. Şaxtalları can çağıraq gəlsinlər oturaq. Çox yaxçı olandı, yaxçıdır, çox əlləşir ora. Vaqəən əzzan و دل əlləşir. Bizim salon çox çətindir. Yəni siz gərək bir dana səlqəli eyni məsələn evimizdə olar da. Səlqəli bir daha kətbanı olasınız ki, eviniz daimən amadə bir dana böyük qonaqlıqdır. Böyük qonaqlığı ki, tək o nəfərat və onların da müntəqid gəlirlər evimizə. Şahid mən o içərindən gələn enerjini mütəvəccəhəm ha. Vəli biz dünyanın birinci salonundan danışmırıq ha. Nə? Bax bir bunun əvvələn Təbrizdə xop varımızdır salonda. Salon görməmişik dəyirik. Ondan sonra o birisi şəhərlərdə salon var. Dünyanın hər yerində bunu saxlayırlar, pul alırlar, icarə verirlər, yetişirlər. Niyə Xavərana yetişəndə biz deyirik ki, təbii. Mütəəssifanə ora Eysad. Oranın siz bir dəfə bir tərh təkmilisini görürsünüz. Oranın oteli var. Bəli. Oranın restoranı var. Oranın gözəl parkingi var. 2 təbəqədə məsələn hər təbəqə بیش از 250 maşın
خب yəni kafıdır bu hər təbəqəsi hər seans konsertdə kamilən kafıdır. خب bunda yola düşməyib. Yəni oranın əvvəliyyəsi bu cürdür ki, Şahid Moyunpur konsertə istəyicədə 4 nəfər, 3 nəfər xanivadəsidir. Bu 3 nəfər xanivadəsinə biletin alacaq, şamını menudan intixab eləyəcək. Parkingi müşəxxəsdir ki, P1-də parkingi 152-dir. Yəni kullu bunlar da yazılmışdı. Bunda yazılan Çox qəşəngdir. Vəlax nə fayda? Nə fayda? O gözəllikdə salonu əmələn mütəəssifانه heysad. Həmçinin eşiyinin səqfi yoxdur. Həmçinin nemidanə filan zat yoxdur. Dizaynı da filan zatlar yoxdur. Seni ora mütəhərrikdir. Seni ora 2 təbəqədir. Bir yol. Vəli xop. Sen indi hərəkət edirik. Ya tamam. Tamam. Uşaqlar bir zəhmət yazın. Xanım Qoçsi, ay Mənuçehri Cəfərini yazın. Seni axir seri mən bilirəm kim rəhləyib. Kəfin. Xeyr, bu dərd elə bir çox. Heyvlikdir da, o gözəllikdə salonumuz var və biz istifadə eləyəmirik. Ya da istifadə eləyəndə bir söz, biz ora pul vermişik, onlar da gözəllikdə bizə salon veriblər. Amma mən hər xanəndə ki, ora gəlib çıxanda demişəm, bebəxşid ki, məsələn, filan çizeş nəbud. Bəli. Mən bir daha xanəndəm vardı, oranın başlayım, poş səhnədə dəstçüsuna bu cür gedirdi. Mən dedim ki, ay bala, ben bu cür niyə? Dedim, mən daram bu funəti riyə mi girəm? Çünki dəstçüyünün hava çeşi yoxdur. Cinə də yoxdur. Tamam. Mən deyim, hava çeş ora qoşmaq, 10 milyondan ora hava çeş qoşmaq olur. Ay Mənuçehri Cəfəridən bu vasitə ilə dəvət edirik ki, gəlsinlər. Şəhdarıdan da hər kəs gəlsə qədəmləri gözümüz üstədir ha. Çünki bu ax mən bilirəm də açılacaq. Pərvəndə içində açılacaq. Amma bu salon bu şəhrinkidir, bu şəhrin hünərməndlərininkidir. Və şəhrin qonaqlarınınkidir. Baxız, indi məsələn bir dəfə həmayişi Sadirat qeyri-nəfti bərgüzar olurdu. Nəmnəqə Türkiyəli qonağımız vardı. Biz demişdik Türkiyəlilərə, gəlin Təbriz bətərdir. Gəlin sərmayəgüzar eləyin, nə olacaqsınız, sərmayəgüzar nə olacaq? Siz fikir eləyin, məsələn, bir nəfər mənə bey orada danışırdı. Xop, Aydın beyi yendirdilər səhnədən. Deyir, dəstşüyəradır, deyilə oradır. Getdi durdu dəstşüyədə Nobiyə. Aydın bey sərmayəgüzar eləvdə verət, durmuşdu. Bəşdiyim də, mən vaxtım dəri. Və oranı tuvalet verəncisi yoxdur. O sərmayəgüzar nə olar? Bəli. Xeyli xob. Xavərə bağladıq. Müntəb nəticəsiz bağladıq. Və inşallah ay Cəfərinin qulluqlarında olduq və danışaq. Petroşimi bizim o biz salonumuzdur. Ya indi sən bir ayrı sual soruşam biləndən. Elə Xavərana mərbutdur və bu macəralara mərbutdur. Şahid, dəqiqən sənin nəzəri və səbəb nə mənədir ki, Tehran orkestrləri yaxçı satırlar. 10 seans, 12 seans, 14 seans gəlirlər, elə qalırlar, siz də dalbadala təmdid alısınız, bilet açısınız və satılır, saat satılır. Amma Təbriz ansambllarında, xüsusən konsertdə bu ittifaq yoxdur. Sizin nəzərinizə nə mənədir bu səbəbi? Əvvəli, onlar təbliğat edirlər və tolid edirlər. Tolidlərinə də təbliğat edirlər. Təbriz uşaqlar fikirlə çox bətərdirlər. Öz zehnilərində və öz içərlərində. Yəni 5 nəfər yığışan deyirəm, bətərdirlər. Onda tolid ecə nə deşbinin halı yoxdur. Axirin dəfə ki, siz bir daha yaxdı tolid eşitmişsiniz o vaxt. Mənim cavabım yoxdur. Təbriz uşaqları təmbəldir. Axərin tolidi ki, mən eşitmişəm. İddiaları təmbəldirlər. Və bəsiyar müddəidirlər. Böyük müşkülümüz budur. Və niyə bizim uşaqlarımız işləyəndə, hər kəs işləyir, satır da. Müslü Cəmil Bayram. Mən Cəmil Bayramı bir gün ki, sizinlə danışıram, 6-cı gün 12-ci seans öz şəhridə dəri. Satıram. Özdə çatır, solda aut edir. Bilidi də eyni Tehranlılar bilmişəm, ucuz dəri. Bir sezatdanı mən maya qovuram, bir sezatdanı o xəllaqiyyət xərcə verir. Noy musiqisində siz bəyənirsiniz, qurban olum sizə, bəyənmişsiniz, səliqə-i şəxsizdir. Səliqə-i şəxsizdir. Xob, bəli bu adam tolid edir. Siz bu adamın kanalında həftədə bir daha müzik görəsiniz. Xob, hətta inki bir daha məhvili xüsusuda bir seyri bunu ayrı bizə oxuyibdir. Bu adam tolid edir, təmbəllik eləmir. Vaqən işinə eşqi var. Mən sizə qolu verirəm. Siz bir dəfə gəlin bu salona. Cəmin 600 nəfərdir təqribən Petroşimin zərfiyyət. 600 ilə göz-gözə danışır. Bu adamın faslar nə mənə deyə teşaş səqləri vaqən tək tamaşagərə gözlərinə yiyəcəkdir.
Yəni danasına bir daha bir qurban olum sənə nökərəm. Hamısına vardı. Cəmaət bəyənir. Mən cəmilə بیش از 350 seans برنامه getmişəm. چه restoran, چه konsert, چه جشنواره, چه ارگانی. خب. Əslində bətər ayaqsız Cəmilin. Fikirəm biz 3 dana, 4 dana, məsələn 5 dana şayət soldat eləməmişik. Onu məsələn bir üçün mən eləmişəm ki, Cəmil satmayacaq, geriq filan yerə əmdə də dəymə. Yəni əmdən satmamışıq. Vaقعا مثلا یه جا توشuk satmışıq və çıxandan sonra əgər müxatib bunu bəyənməsəydi niyə 350 lisans gəlirdi? İşlənib. Hətta bizim o birisi uşaqlarımız. Yəni mən illər boyu mən Zeytunun həmişəlik müdür bərnaməsiyəm. Bir xatibi ki Ərsəlan mənim dostum ki dəri. Məsələn qardaşımdır. Böyük qardaşımdır. Ərsəlan hər vaxt konsert qoyub biz satmışıq. O əvaxir Ərsəlan da tənbəllik edir. O da azaldıbdı. Bizim də Ərsəlan deyir qocalmışam. Ərsəlan bəlkə qocalıq fazı tutub. Quru dovum haray. Ba həm harayda olmuşuq. Haray bizim mən satanda hansı konsertdə haray biz satmamışıq. Hansı konsertdə harayda biz soldat olmamışıq. Haray tolid elərdi. Haray tolid konəndə idi. İndi haray da tənbəllik edir. Rıza Hüseyni ayrı fazdadır. Çox tərcih edib tədris o filandadır. Yaşar ki də kullən aləmi musiqi biçib qoyub kənara. Bilmirəm Ali Rıza Fərruxiyə gedib məsələn biznesindədir. O biz uşaqlar hamısı ayrı bir yerdərdilər. Heç kəs də yoxdur. Xub bizim niyə gərək intizarımız var haray satan? İndi haraya konsert qoyaq. Niyə gərək müxatib gələ haraydan bilet alaq? Hansı işinə? Bu bilsilərdə də dəqiqən həman ittifaq düşürür. Mən istəmirəm ad verəm. Ustadlar konsert qoyurlar. Həman konserti ki, məsələn, Salib. Bilmirəm, məsələn, 90 icra eləyib, 97 icra eləyib, 95 icra eləyib, 98 icra eləyib. Sonra korona olub, icra eləməyib. 90, məsələn, bilmirəm, cezar çağırsa da 3 çağır. Hamısına baxın, hamısı eyni həmdilər. 2 dənə ahəngin, məsələn, sazlan dəyişiblər. Vaxtı tolid yoxdur, müxatib niyə gərək gələ? Və o tolidi yoxlanı təbliğləri də yoxdur. Mən indi Quruhay Tehranda da bu ittifaq به şiddət məlumuzdur. Salı çağırsa da doda bir dana ahəng tolid olub. Kulli İranda. Ki cəmaat onu az canu dil eşitdilər. Bir dana ahəng nə mənə deyirəm mega hit oldu. Əlirzə Təlisi. Əlirzə Təlisiyin qırı və səlam. Yəni siz ahəngi dovvumi deyənməyəcəksiniz. Əlirzə Təlisiyin zindəcanlığı nə oldu? Bu adam da məmuli yaşayışı var. İndi bir də full lakteri yaşır. Çünki Kanadada da elə o paqədəminə onun qaça-qaça getdilər. İş tolid eləmişdi cəmaat gələcəkdi da. Axərin əsəri xubi ki o bizi xanəndələr. Məsələn Arəş Məsih mənim təəssübüm var bilələr. Sən onlarla çox işləmişsən. Mən çox işləmişəm. Biz də zaten bir projədə sponsor olduq. Məcmuələrin ilk müşavir idim. Arəş Məsih yenidilər. Makan, biz Makanı bir söz nə qədər də satardıq. Makan fəqət elə deyərdik saytını aç. Mən getdim. Çünki saytını açdıq soldatı vuracaqdıq. Yəni استوری شروع شد با تمام شد ببینین داستان اپلود olacaqdılar. خب indi onlar nə ittifaq düşüb? İstəmirəm Məmməd Əlizadə. Mən 8 il Məmməd Əlizadəyə konsert qoymuşam. Məmməd Əlizadə. Komminlə işləmisən o. Arı. Qalan yoxdur da. Yox. Rıza Bəhram əvvəlin konserti بعد از Tehranın mən çıxartmışam Təbrizdə Rıza Bəhramı səhnəyə. Burada bir dəqiqə dayan. Aya biz biganə pərəstuq. Təbrizi deyirəm ha. Yox, biz yaxçı pərəstuq konsertlərdə. Bunlar yaxçıdılar. Ha. Niyə? Təbliğ elirlər. Baba təbliğ elirlər də. Yəni cinsin furuşun çox dərsədi təbliğdir. Bir dənə o taza cavanlı Aron Əfşar. Xoş. Bu adam Mehran müdirinin bərnaməsində otdu və insafən 4 dənə suala dalbadal cavab verənmədi də. Aya bunun adı artist idi. Bunlar marketing, bunlar şeydilər. Elə odur da, onu açaq. Xanəndəhay marketdilər bunlar. Hansı market? Marketi axı musiqi ki, məsələn, bir seri şirkətlər bilələrlə himayət edirlər də həmin bu Aron Əfşar bir zaman Təbrizdə 6 seans full bilet satırdı. İndi kocay macəradır. Dərxastı da yoxdur, yalvarır. Mən evdə Təbrizdə konsert qoyum.
Təbriz az babət icra konsert, بعد از Tehran qətlən rütbə əvvəli var. Yəni Tehran'da, Təbrizdə, sonra ba fasilə بسیار زیاد o biz şəhərlər hamısı bir yerdə. Həm İsfahan'da, Şiraz'da. Həm Burakı olan hamısı behiştiləri də. Sarı'da, Rəşdi'də filan. Əslən, yəni Təbrizin əhəmiyyəti xanəndələrə çoxdur. Yəni bir daha xanəndə Təbrizdə satdı, hər yerdə satacaq. Bir daha xanəndə Təbrizdə satanmadı, onun evi yıxıldı. Mütməyin ol, hər yerdə də heç satanmayacaq. Nümunələr çoxdur. İndi bir dənə sual. Müsəlləmən bizi görənlərin içində bir cavan yeniyetmə dostlarımız vardı ki, işlirlər. Saz, yaxçı çalırlar. Çünki bizim şəhrimizdə düzdür ki, sən deyirsən, tövlid yoxdur. Vəli yaxçı nəvazəndə var, yaxçı ahəngsaz var, yaxçı studio nə qədər desən vardı. Şeir var, bilməm, hər bir zat var. Hardan başlasınlar ki, il yarım sonra, 2 il sonra onlar gəlməsinlər Şahid Muinpurun sorağına, Şahid Muinpur geçsin olan sorağına ki, ay bala durun gəlin də. Baxız, bizim nümunəmiz var. Mənə bir gün Nadir Ramdə zərfədir ki, ay oğlan, mən 5-6 da cavan uşağına yiyişmişəm, bunlar istəyirlər konsert qoyur, heç birimiz də bilmirik. Allah səlamət eləsin, Nadir. Xob, getdim ki, Nadir, kimdilər? Deyə bir gəl təmrinimiz. Mən getdim lan təmrinlərini. Mən gördüm, fikir edirəm ki, Nadir, Allah səlamət eləsin, qoyaq kənara, o birisilərin ağsaqqalı mütəvəllid məsələn 80, yəni 70 o məsələn 5 be payın yoxdur ba, yəni hamısı cavandılar, yəni nocavan və cavandılar. Bir daha qrup təşkil vermişik Tarma adında. Mən vaqəən tanımırdım, Allahın dostunu tanımırdım. Nə Əşqin Əhmədi tanırdım, nə o birisi çox, bir Ərda tanırdım. Bir yol. Deyim hocam konsert qoyaq. Mən bunların işlərini eşitdim. Sonra evdə sponsorimiz var. Məsələn, biraz bizə köməklik edir. Biz bunlara qərar edib, bir seans sinema naci icra qoyaq. 2 seans Talar Petroşimdə full bilet satdıq bilələrini. Çox səlqəli idilər. Kim çalırdı bilələri ilə? Yox, mənzur tərkiblərin əməli idi. Azərbaycan sazları idi. Azərbaycan tərkibi idi. Taro'di, kamançaları. Parmisidir, Parmisi, Səttari, iştibah eləməsəm. Klarinetləri, Allah, Erfanıdır, Erfanı Ulfətxah. Bəli, eşitmişəm o dostumuzun. Allah, o birisilər. Əlbəttə, Ritmlər Parseydi. Şahid bu iki Nadir Ramdil öz şahidlərin haraydan sonra bir ayrı ansamblla aparır səhnəyə dərdi daha. Bu mənə yəni çox qüssə verir. Çox qüssə. Muntaxıb iş qəşərdi, iş səlqəli idi və vaqəən biz 2 seans satdıq, full satdıq özdə. Ya məsələn ondan sonra bir dənə icra etdik. Amuzka Şatiryangilinə. Onlar da 2 seans idi, olanında full satdıq. Səhəngilinə. Vaqəən də satdıq. Ya məsələn biz Ayrudəkiyanci ilə icra etdik, həmin Nocavanın, orkestr Nocavanın, Rudəki. 2 seans idik. Full satmadıq, bəli salona 80% bir bala satmışdıq. Xob, o da ağır musiqi idi. Cəmaat söyürdü. İş qəşəng olanda cəmaat gəlir, vaqəən gəlir. Biz bir zərrə yaxçı tövlid eləsək və fikir eləməsək çox bətərik. Əvvəli budur. Mən bətərəm də. Təbriz mənə qabili yoxdur ki, qurban olum gəl, bir əvvəl Təbrizə görək, nə mənə, nə niyə çağıq. Ondan sonra fikircəcək ayrı yerlərə, eləyək. Muntaxıb, mütəəssifanə bizdə bu ittifaq yoxdur. Uşaqlar hamısı amuzişqatda tədris edirlər. Əvvəl illəti budur ki, şahid məsələn, Rozmərrəgi zindəganlıqla amuzişqatlardan geçinir. Niyə fikir eləmirlər ki, stagdə böyük pul var? Əsən istid böyüklərin məhəlli təbliğdir ba. Bir dana hünərməndə, yəni bir nəvəcisi konsert qoya, Becöz mənə müdir bərnaməsi, 3 dana əncizəsi var. Ya bunlar amuzişqaha şairdəxdə Allah, ya toyçudular və toylara özlərinə müştərəxdə Allah ki, çox qəşəng təbliğdir. Ya icrahaya orqaniyə, hamısına da nümunə var. Filan ustadımız konsert qoyar, xob, ki vətər icra orqanı tutsun. Baba, konsert neçiyə baxar məsələn? Məsələn, konserti bütünü zərər olsa, olar neçə? Olar 100 milyon. 2 daha icra orqanında pulu çıxar da. 2 daha toyda pulu çıxar da. 3 ay şahiddə pulu çıxar da. Düzdür mənə konsert qozara bu ittifaq yoxdur. Xob, vəli
hünərməndi ki, bu işə əncam veririk. Bunlar hamısı biləsinə qazançdı. Baba konsertdə məsələn nə men olar məsələn billboard vuracaqsan ki, təbliğ eləyəsən özü bu ki, konsertdən yaxçı billboard. Düzdür. Əvvəlinci ki biz Cəmil Bayrami ilə işləmişik. Çox iftixarla deyirəm çünki bilirəm dalımcan nə qədər deyiblər. Cəmil o gün ki məndən işləyirdi 3 milyona getdi icraya. Bu gün nəmə Cəmil Bayrami mən 150 milyondan az istəmirəm gedim. Və Cəmilə demişəm Cəmil bekar qalaq. Vəli 150 milyondan aza getməyək. Biz həman 3 milyonluq icralarımızı təbdil eləmişik. Zəbdər 50-ha da, Düzdür. Çox söyünürəm. Mən bu ünvanı bir dana menajer bir dana artisti xob, yaxçam eləmişəm. Tehranda da bizlərimiz istəyirlər. Biz nə qədər Tehran kərəc icra getmişik. Cəlib. Tehran, Kərəc, Şəhrikos, İslamabad, bilmirəm ki, nəm Gələ Həsən xan, nəm hara, nəm Meh, şəhər. Bunların hamısında biz beş az şahid, məsələn 50-60 dənə icra baham getmişik. Cəlib. Fərəhzadda, Dehkədədə, nəm restoran, lakseriyə, nəm mənədə icra getmişik. İslam şəhərdə də icra getmişik. Ki, icranın axırında məsələn nə oldu? Bir dənə bir zədə çox söyünürəm bu söhbətlərə. Yəni çox söyünürəm ki, radio müstəşarda mənim bir qonağım vardı ki, deyir, biz 3 milyonu 150 milyona təbdil eləmişik. Çünki şahid sən bilirsən də mən illər buna çalışmışam ki, hünərmənd uşaqlar iqtisadi hünəri inansınlar. İqtisadi hünəri dalımcan danışardılar. Onda ki bizlə restoran başlamışdıq. Deyir, budur bax, Cəmil Bayrami bir daha keydi da, elə gələr, çalar gedər deyim, çırıxmayın. Əslən, mütləqən Cəmil Bayramdan dəvət elərlər, xahiş elərlər. Əgər mümkün olsa bilələrlə, sizin restoranınızda icra qoyar. Amma mən nə bilsəməni bəxs, içəlçili o kebaba yox. Sizcə yalvarasız, Cəmilə 250 o kebab pulu verəsiz. Şayət sizdə icra qoyar. Caygah bir dana hünərmənd sənin zərf şuyuğundan biz sən karger dəruq. Biz sənə pul gətmişik, çırıqma. Çırıqma mənim teçə kəlamım da. Biz sənə pul gətmişik. Teçə kəlamımı bilirəm, çırıqma. Sənin işin və bu iki buranı açmısan, vəzifə zatın furuş qəzadır. Yas, burada bir dəqiqə dayan. Bəxt tüncəyəsən. Çox qəşəngdir. Çox qəşəng. Ritmimiz qəşəngdir. Qiyamətuq. Hər üzünə qiyamətuq. Bir dənə bir kələmə vardı bu əvaxır. Əvaxır ki, yox, məsələn 20 ilin kələməsidir, 25 ilin kələməsidir. Bunun da bir təklifini bəlləndirək də. Hünər faxir. Hünər faxir odur ki, cəmaat o bəyənir. Yaxşı, indi bir dənə dastan var. Bu dərvaqə mənim rəsalətimdir ki, bunu sizdən soruşam və nəzərinizi zəbt eləyəm. Öz nəzərim bir ayrı mövzudur, danışmaq olar mövzudunda. Bəli, aya məsələn Cəmil Bayrami dostumuza ehtiramım sonsuzdur, Rəhim Şəhriyariyə ehtiramım sonsuzdur və bu janrda işləyən dostlarımıza və heç onları qəzavət eləmək niyyətində deyirəm. Bunlar məyər camiyə bir şey artırırlar? Ha, nə mənə? Şadlıq. Qanə. Düzdür. Məgər o birisi ki, məsələn, orkestr simfonik məsələn icra eləyir, məsələn siz fikirləyirsiniz ki, camiyə bizə də artırırlar. Bəli. Onlar da məsələn hünər düşüncəsi izafələndirirlər. Xoş, bunda o müxatabı var. Bunun da müxatabı var. Eyni budur, bu zaiqədir da. Siz deyə bilərsiniz bir şəhərdə gərək amma bu şiyə. Çünki pizzanın hər şey zaiqəsi yoxdur. Mən təsliməm. Mən təsliməm. Ya bərəks. Burada bir şey nəzərlərim var ha, bunları açıb danışmaq olar. Vəli dərin ki, məsələn Cəmil Bayrami dostumuz müvəffəqdir. Əslən həmin iki cəhət səni tapıb müvəffəqdir. O heç. Abi Rəhim Şəhriyari Rəhim səndən işləmədi. Rəhim məndən bir dəfə baham mən bəray əvvəlim var Rəhimə Urmiyədə konsert qoymuşam. İşte bu eləməzəm işte 990-da. Ha, ondan sonra da işləməz. Xoş. Onda biletin biri Urmiyədə 800 tümədir. Mənim iş yadımdan çıxmaz. Mən də belə düşadım da. Məsələn 89-larda mənim 25-26 yaşım. Mən 63-əm. Rəhmaya mən getdim. Dadaşlığın dükanında, Çarra şəhərinizdə başmaqçı dükanına vardı. Orada qərar qoyduq. Deyim Rəhmaya istəyirəm konsert qoyam. Deyir salon neçə nəfərdir? Deyim 400 nəfər. Deyim mən sansına 450 min tümən alıram. Qəşəng yadımdır. 450 min tümən xali.
Demirəm amma mənim pulum yoxdur. Bəli, eşq edirəm sənə bir daha olmaya da konsert qoyum. Bu 450 min tümən verdi. Demiyorum, acaba həm şərik gidik. Deyib baba, get. Qorxma, mən varam. Heç şey adımdan çıxmaz. Rahim çox lotudur. Rahim çox xərfəyidir. Rahim fövqüladədir. Əslən şəkki yoxdur. Əgər bu adam bulan hamısı olmasaydı 25 ildə ot olmuşdu. Bu adam həmçinin səhnədədir, Göynəfdə konsert və yenə də satıb. Rahim fövqüladədir. Yaxçı. Bunda hərçənd mən işləməklərinə nəzəri şəxsim var, demirəm intiqadım var. Onda biz biletin birin 800 tümənlik biletin birin mən vırdım 6000 tümən. Yəni zəbləri Təqribən 8. 800 7. Anda 7 Yedi bərabər. 7 8 bərabər. Xoş. Biz necə bilet satırdıq? Bileti bu cür qoyduq gişiyə. Məsələn, zəhvətlə qutuldu. Dedim baba nə deyirsən? Sərim indi də qutuldu. İrşad inanmırdı. Bizə 4 seans 2 gündə mücəviz vermişdi. Elə biz açdıq qutuldu. Ruze sevvumi məsələn da deyilə yox vermirik. Onun icra olsun ki, nə olacaqdı? Sonra o müdür Rəbi 30 daha bizdən bilet aldı. Bir daha da bizə bir gündə açdıq. Biz bilmədik bilet hardan satıldı. O zaman mənlə Rəhimçün şəriydik. Mən Rəhimə 800 min tümən iştibah eləməsəm az babətə hər seans bilet pul verdim. Yəni bir işlər o məbləği təvafuqumuz üçün şəriydik və söz danışmışdıq. Mən o zaman getdim. Məsələn bir daha Pride aldım özümə. Bir daha bir sınıq salxıq Pride almışdım özümə. Bunu da məsələn fikir etdim, çox bətər iş görmüşəm. 89-da. 89-da. Və bu adam yaxçıdır da. Məsələn indi siz musiqisini bəyənməyin. Ölüyə bilərsiniz bəyənməyəsiniz. Vəli o müxatab var və onu çox söyürlər. Oldu. Çox söyürlər. Oldu. Yaxçı. Şahidim Oyunpur. Bir dana ara verək. Qeydaq səndən çox ayrı cür bir sözlü söhbətimiz var. Bir dana ara verək qeydaq millət. Şahidim Oyunpur. Qərib danışdıq, qərib yapışdı. Mən danışdım, sən heç... Odur ki, mənə yapışdı da. Odur ki, mənə yapışdı. Şahid istəyirəm, bir miqdar səndən uzaqlaşaq və Hacı Məhəmməd Oyunpura yaxınlaşaq. Özün çağırdın da. Hələ biz elə sizdən eşidək, bəlkə özünü də çağırdıq da, niyə ki yox. Bir dana, bax gör bu cümlə düzdür. Əgər sənin atan İrşadda olmasaydı, qalan da deyim. Qalan sən bilirsən, tut get. Qaidətən o cürdür ki, hər kəs o yerdəki yaşırı onlardan xub dəst alıb da, əslən tarifi yoxdur. Vəli mən, babam həmişə mənə deyib bu işi görmə. Və keş mən babamın sözünə qulaq asaydım. Sözə baxalmışsan. Və keş mən bu sözə qulaq asaydım. Mən əvvəlin konsertimi Zeytunla 4 1384 əncam vermişəm. Bir dana sual soruşurum. Və mənim babam 2 1384-da bazıçısı oldu. O konsertin broşürü varındı. Varım. Mənzuya olmasa məndə var. Varım diyor, varım. Çahara deyil, Zeytunun broşürü məndə var. Yaxçı, Dağıstan da mənədir ki, bir belə müxalifət olub, bəli sən sözə baxmamısan, getmirsən bu işin dalısısa. Mən bir daha quruvla dost oldum, onda 2 danışçıydım. Quruh Kotel Yaqub Sadiq Cəmali və Dostanış. Babək Nəhrin ki, indi də dostluq biləsi ilə Qulam Rza Mirzəzadə ki, indi mənim lap can dostumdur. Və kolli ayrı uşaqlarından Abbas Sari idi, Hamid Mənafi idi. Bir sözü qalırlar, bir sözü əsən işlərini dəyişmir. Be vasitəyə həmkariyə ba Kotel və Yaqub mən işlə idamə verdim. Sonra Məcid Nasir Düz mənə köməklik elədi ki, mən əvvəl konserti başladım. Və onda da baba mənə deyildi, eləmə, iştibah eləmə. Çünki mən daha önce hüququdum. Mənim lisansım hüquqdur. Deyildi, bu səndən dəstən fasilə açdıracaq. Və vaqəən o ittifaq düşdüm. Çünki fəzai hüquq koca və fəzai konsert koca. Kəş yaxdı şoğulaydım, babamın sözünə qulaq asaydım. İndi nə mənədən narazısan? Narazı deyirəm, vəli vəkil olsaydım, sən əlbəttə indiki vəkil dostlarımın yox, heç birinin həm az nəzəri mali, həm az nəzəri kari və ictimai
çoxundan mən yaxçı tərəm. Hərçənd vəkil olsaydım şahid bu gün Təbrizdə məsələn 10 nəfər vəkili bərtərdən biri də mən olaydım. Həm də bu danışıq ki səndə var. Məndə məsələn ola bilərdim olam. Müdaxil getmədik da alasızdan. Dost nabab mənə təhdid bilsiyorlar. Xoş, Hacı Məmmədim o impuli danışır. Baba yaxçı müdürdü. Çox yaxçı müdürdü. Fövqəladə basavaddı. Fövqəladə işinə müşrifdi. Müddətlər baba məsələn bazbini məsələn şura şeir olub. Vaqən baba vaxt qoyardı və vaqən şeirə oxuyardı. Və vaqən şeirlərdən başı çıxardı. Çünki çox oxuyub. Bizim həmişə zaman evimizdə xop karməndi yaşanmışıq da. Bizim bir daha məsələn balaca otağımız vardı, vəli o otağımızın 4 ta 4-ü kitabxanası idi babanın. Şayət babam بیش از 5000 cild kitabı var və hamısını oxuyub. Vaqən oxuyub. Kitabهای məzhəbi nə qəddəsiz oxuyub. Kitabهای fəlsəfi nə qəddəsiz oxuyub. Şeir و ədəbiyyat و roman و bunları çox oxuyub. Yəni biz kitabları heç vaxt model kitabi düzənməmişik. Həmişə zaman kitablar ruhi həm olub ki, az yer tutsun. Və kitabxanasını ehd elədik da bu əvaxirdə çünki vaqəən imkanı yox idi bu axir evlərində. Bir daha kitabxanaya ehd elədi baba kitablarını. Çoxdur. Baba Allah rızası çox yaxçı babadır. Çox yaxçı babadır. Bizə çox dayaq olub hər zəminədə. Çox yaxçı dost olub. Huzur deyim biləcə. Əvvəl dost olmuşuq. Sonra dədəbal olmuşuq. Yəni biz qanunən evimizdə hamımız dost idik. Sonra məsələn dədəbal idik, qərdəşidik. Biz 3 qərdəşik. Mən Hamid, mən Əli. Hamid, mən o Əli, onda ki mücərrədidik. Biz də ekipi kamil idik. Hər yerə getsəydik üçümüz görərdi. Yəni əgər nəfəri bədi bizim ekibimizə izafələşirdi, fəqət bəray dilxoşiyə biz idi ki o bizə izafələşirdi. Biz bahəmlikdə, yəni onda ki mücərrədidik, çox dost idik. İndi də ki mütəhəlliq cinə də dostuq. Heyf Hamid İstanbuldadır. Mən Hamidlə şayət həftədə 2 yol danışaram. Təsviri danışarıq. Əli ilə həftədə həttəmən bir yol görüşərik. Hala düzdə Əlin tipi bir zərrə bizdən fərqlidir ki, bazara Hacəli xəffaf olubdur. Başmaqçı bazarda. Başmaqçı bazarda xəffaf, yəni umdə furuşə kəfşidir. Bu yol Hacəli xəffafdır. Bəd, vəli xop cinə də çox dostuq, cinə çox yaxçıyıq ba həm. Get-gəlimiz çox yaxçıdır. Bəd mama çox yaxçıyıq, həmçinin çox yaxçıyıq. Bir-birimizdən məşvərət aldıq tamam işlərdə. Yol. Budur. Şahidcan, sizin çox ayaq və yol yoldaşı həyat dostunuz var. Bilirəm ki, sizə sənin kimi bir adamı belə bir sənə təhəmmül eləyib, bir belə. Evdə adlar gəlməsin. Xanım Dəşti, əlbəttə Təla. Təla mənim həyat yoldaşım və vaqən yoldaşım. Bu cür deyim biraz. Ağa xanım filan yox. İndi nə mənə deyirlər indikilər? Xeyli payəs. Çox həyaqdır Allah rızası. Yoxsa o zaman payə idi ki, payəlıq mod deyil. Həm də o zaman görmüşdük. Dəqiqən o cürd. Bəli. Elə bizi yəni mən teyf işləyənlər təhəmmül eləmək çətindir. İndi bizə rahatlaşıb. Mən sal 88-də Fiti ilə bərgüzar eləmişəm. Allah bərəkət versin. Sacid 2 aylıq idi. Allah hifz etsin. Xoş. Mənim müşavirim Sacid Domahi idi. Dəstyarım, ondan sonra həmkarım, hər zadım da bir dənə elə təli idi, yəni ayrıdım yox idi ki. Yəni fəqət təli idi. Salon Sədrada biz icra edirdik. 2500 nəfər zərfiyyət salonudur. Həndə o jimnaziumunda da. Həndə o salonun vərzişində. Biz vaqən 3 gecə səhər günüz yazmışıq rədifi 1 səndəliyə 1, rədifi 2 səndəliyə 2, rədifi 1 səndəliyəsi. Vaqən xanım yazmışıq. Çünki ayrı adam yoxdur ki, məsələn deyək ki, məsələn Aydıncam onu da sən yaz. O zamandan məndən əyağıdır. Haman Fiti ilə də mən heç yadımdan çıxmaz, xop Sacid süt əmək uşağıdır da, 2 aylığıdır. Bir gecə mən stresdən məsələn bu bir tərəfə yatmışdım. Stresdən məsələn döndüm bu yana, gördüm ki, içdə abcur, mənim xanımın gözlərini görmüsən də roşəndir. İçdə abcur, abcöz mənə bucur baxır, qoy dürbünə deyim bucursun. Yol, deyim, xop sən niyə yatmamısan? Deyir, sabah çox çətindir axı.
2500 nəfər qonaqdır. Heç adamdan çıxmaz. Biz o bərnamədə çox müvəffəq bərnamə idi və bizim bəravurdumuz belə dədi, müntə Allaha şükür. O zaman 2 seans bilitib nömrə satdıq. Günə çəkmədim. Moyinpur, sən bu işdən yaxçı qazanmısan, düzdür? Arı. İntizarın əşasındadır, intizarın qədərdir ya çoxdur? Yo, stres və istirab və indi rahatlaşmışıq. Biz bir zaman idarələr üçün mücəvviz alardıq. Vaqən ağladardılar biləmiz. Qonad da. Biz bir zaman əmakində məsələn bir rəis var idi. Xoş da onun adını deyəm mən. Mücəvviz amadə idi. Hər zətdə qurtum. Mən əmakində bir 15 dənə rəis görmüşəm. Sərhəng Dehqan sal 84-dan ta Sərhəng Qurbaniyə indi. Xoş ki bir də adam hesabıdır. Bir dənə Lutiye خوشمشرب بسیار دوست داشتنی با تمام ضوابط و قوانین. Gələr radio müstəşara. Gələr ay qurbanı. Yazaq. Yazın. Çox da söyməli olandı. Təbrizin Şahnaz şahadı betərdə lotudur. Belə biraz da Cəfər səndən böyük ötürəsən. Tamam. Biraz. İndi yoxdur. Mücəvvizimiz olmadılar da o rəis fəqət bu xatir ki bizə əziyyət eləsin ki, hesab bax. O qədər biz əziyyət eləyib ki. O qədər. İndi bu ittifaq yoxdur. İrşad samanədir. İcazən irşada getməyimizin niyazı yoxdur. İrşadda bilirlər konsert yanımına, irşadda bilirlər bilet yanımına, irşadda bilirlər sud o zərər yanımına. Bundan biz müddətlər bu ittifaq düşməzdi. Amma üçün çox dincəlmişik, çox rahatlaşmışıq. İndi işləmək çox rahatlaşıbdır. Bilirsən bu sualı niyə biz soruşdum? O zaman və istedim bunu deyəm. Mən Fitiliyə sal 88-də qoyun özümü satımda. Fitiliyə sal 88-də mən 52 milyon pul qazanmışam. Bəli. Bir bərnamədə. Bəli. 47 milyon tümənə bir vahid apartman almışam, 72 metr, Bameşə şiti çaharda. Bəli. Bir bərnamədə bir dənə şey almışam, apartman almışam. İndi bu ittifaq ola bilər. O stresi ki biz yaşırıq, gərək bu ittifaq əncam tapa. Bəli, məhaldır. Yəni bizim bir zaman meyar bərgüzari bərnaməmiz cəbizə bir də Pride qala. İndi Pride'ın təyərrəyə də qalmır. Bə niyə görürsünüz? Mötadıq. Vaqəən ehtiyatdır. Əslən tarifi yoxdur. Şayad inanmayasan mənim... Aslında koronada sən çox əziyyət çəkmisən. Mən koronada yox. Bir daha yaxşı gördüm, qaçdım. Bərəksi tamamilə dostlarım ki, giriftarıdılar. Mən qaçdım da təyərci tükə açdım. Allahın dostum mən bilmirdim lastik çist. Getdim oxudum. Tayər çist, size çist, maşın nə olar? Və vaqəən mən onda təyərçilik öyrəşdim. Şahid Moyinpur, bir dövrədə bir daha hypermarket vurmuşdu. Onlar çox qabadı. Denə. Onda ay danəndə vardı, Allah səlamət eləsin biləsin. Bizi qaçutdu. Nə məni? Hamını qaçutdu. Be məni vaqiyə kəlmə deyəcəkdin. Dövrə əvvəl riyasəti Cumhuri Ay Əhmədinəcad. Hamımızı qaçutdu. Mən onda da qaçdım, bir dənə hypermarket verdim, çox çətin işidir. Fikirəm orada zərər qoydum. Tükağım od tutdu. Hə. Tükağım od tutdu. Bunda çox çətin işidir. Aşura günü tükandaydık, bayram tükandaydık, 13 bədə tükandaydık. Baba, işin ərsinə mi idi? Mənim bilirsən sualım nədir? Madəm bu müdir bərnaməlik bir belə qazanc verir, o 2000-ci bizin esnəlikdir. İndi yox. İndi Tehranlılar necə deyim, müstəmərə Şəhristandan olmasın beçəşmə bir dənə müstəmərə baxırlar. Kulli İranda bu cürdür. Ona görə özləri də qazanmırlar. Yəni fəqət biz yeyəcək. Sayt özlərindir, dərsət yeyəcəklər. Furuşun neçə dərsədi? 50-55. 60-65% furuşatın özləri götürürlər. Həzinələr vəhşətnə çoxalıb. Məsələn, hoteli içib 3 ay qabaq tuturduq 1 milyon 400-ə, indi olub 4 milyon 700. Onda da günah yoxdur. Çünki orada məsələn kargər neçə olub, şampusu neçə olub, qəzası neçə olub. Heç kəsi qınamalı deyil. Havapeyma ceyb çıxıb nəmniçiyə. Bilet havapeyma biz ələl-qaidə rutin dispanserdən alardıq. Ələl-qaidə. İndi bilet havapeyma bir az məsələn 90 milyon, 100 milyon, 120 milyon pul tutur. İspanser yaxçı idi üçün vəziyyət iqtisadi hamı yaxçı deyirəm. Mən əvvəldə dedim də, mən Maxnetdən 6 milyon almışam, bir az pul evdə Pride idi. İndi məgər İspanserdən 400-450 milyon pul almaq olar. Məhaldır. Olsa da Şəhəristanda yoxdur, Tehranda ola bilər.
İndi əsli pulu Tehranlılar götürür və xod qurumlar. Yəni biz Şəhristanlılarda bu ittifaq yoxdur. Bir. İkincisi bir seri xod şirinlər, mən adım bu qoyuram. Ki Şəhristanda به صورت ادای حرفه‌ای اما کاملا غیر حرفه‌ای işdirlər. یا انگیزه های خارج از قضایای های konsertlər vardı. Məsələn, da məcmuəyi, məsələn, təbliğatlar var. İstəyirlər onu təbliğ eləyələr. Ona görə konsert qoyurlar. Xoş. Ya əngizə bir tərəf şöhrətbazlığa çıxıb, babası dövlətlidir, 300 milyon izafə pul verib, plus ona görə konsert qoyurlar. Ki babası dövlətlidir, izafə pullar var, ona görə konsert qoyurlar. Vaqəən bu əngizədir. Yəni siz gülüsüz, vəli mənim rəqibimdə bu əngizədir. Ona görə məsələn indi mən gələm Tehrana deyəm baba 50% چه خبره؟ دیگه بابا شما نخوای فلان کس هست با 60% هم حاضر قرارداد بکنه. بعد پولش هم اول پرداخت میکنه. Qarşısında vətəndaş. Bunda bizlərə ki işimiz budur, vaqəən sərf eləməyəcək. Beynivə vurubdu, mikrofon ələ alıb və özün oxuyasan. Əslən. Niyə? Hər vaxt istəsən oxuyasan, gədə icra kuruluna nəsf eləyəsən. Olsun niyə beynivə vurmub? Əslən fazında deyirəm mən. Əsən deyəcən zehnivə gəlmir. Mütləq. Cəlib. O günləri ki konsert yoxdur. Əlbəttə deyirsən ki, xop Cəmil Bayramı ilə bağlamısınız da, ilin var. Yəni hər gün varız. Bizim ta 9 İsfənd Cəmil ilə şəb icramız var. Xeyr, o günlər heç konsert yoxdur. Və sən səhər gedirsən, öz biznesinə və qeydisən. Nə ilə məşğulsan? Oxuduğun bir kitab, baxdığın bir konsert. Aydın, mən o birisi konsertlərdə qonaq gedərəm. Yəni onlar da ki, mənim öz icram deyirlər, mən çox-çoxuna bilet alıram gedərəm. Vaqəən, məsələn, mən konsertin özünə bazlığım var. Bir dənə sual. O qədər ki, konsertdə işləmirsən, teatrda işləməmisən. Çox az. Çox az. Və o birisi janrlarda əslən işləməmisən. Yəni mən görməmişəm sən birinə bir daha nəqqaşı nümayişgaha qoyasan. Ya bir daha niyə? Mən bilmirəm nəqqaşı yəni belə. Həmişə də belə bir sualdır. Hamısı bu cür məsələn rəhlərcə qarışdırılır bir-birinə. Heç mən bilməmişəm ola yəni belə. Sonra niyə baxarlar? Başımın dalısında əlbəttə bir dənə var ki, Elmiranın işidir də. Mən başım çıxmaz da. Vaqəən bilmirəm yəni. Niyə beynivə vurmayıb ki, bir dənə məsələn xəttata nümayişgah qoyasan? Məsələn, mən elə ləzzəti yoxdur ki. Mən Allah səlamət eləsin. Ay Şəhbazın yanında məsələn bir 2-3 il getdim xəttə öyrəşəm. Hətta qələm saxlamağa da öyrəşmədim. İstedad o həddədir də. İstedad dərhəddi Colbəki dəryayı idi da. Vaqəən öyrəşmədim. Qeydaq 1284-də. Əgər Şahid Moyinpurun bu fəaliyyətinin çırağını söndürək. Sən görəsən hüququnu da alırsın. Bu şəhərə nə ittifaq düşərdi? Mən fikir edirəm kolli az icralar ittifaq düşməzdi. Və nə olardı? Mən kolli xanəndəyə dəfə əvvəl çıxartmışam səhnəyə. Səhnə əvvəliha. Səhnə əvvəliha. Çox da həm Təbriz qruplarından, həm Tehran qruplarından. Yəni Tehrandan da elə nəfər olubdu ki, Şəhristanı əvvəl seyr olub. Arı, məsələn mən Rıza Bəhramı əvvəlin icrayı və Ədəs Tehran mən çıxartmışam, o Təbrizdə. Fikrim demam yaxçı dəvisi xatirəti ki, Rıza Bəhramla əvvəl icramızdır. Ki Rıza Bəhram hətta salam verməyi səhnədə başarmırdı. Bir nəfərlə qəraردadda vardı, ona görə gəlmişlər Şəhristana və çox mübtədi idi. Ondan indi Rıza Bəhram Qule İran'da özdə çox dəvət. Çox da söyməli oğlandı. Çox söyməli oğlandı. Araş Məsih əvvəlin icrayı və Ədəs Tehranı mən Təbrizdə çıxartmışam səhnəyə. Şahid Moyinpur, bunlar niyə gəlirlər Allaha bəndə deyirlər burada? Niyə gəlirlər məsələn ülkəmizi tuturlar? Yox, əvvəldə o cür deyirlər. Sonra şöhrət hamıya o cür deyil. Şöhrət də, qudrət də puldur da. Yəni sizin heç vaxt oturmaz bir dənə poşterole Pride, bir daha poşterole Land Cruise, hətta özünün olmaya. Özünün heç kəsin ki bir olanmaz. Bu bəşərin zatıdır da. Milad, bu çox ürəkdən danışır. Qət eləmir, səhrəcən danışaq burada. Şəmsuzdan izayət Yox. Çox qəşəng. Mən bilirdim bu kişi. Bizə 20 neçə il dostluqdan sonra Şahidin cinə eşitməli taza sözü var. Cinə eşitməli taza sözü var. Yaxşı. Bax, bir nə səndə söz qutulur, nə bizdə eşitmə həvəsi. Vəli gəl qutaraq. Tamam. 2-3 dənə sualım vardı.
Hər zadı dediniz, mənim bir daha bətər oğlum var der. Bəli, yeməli bir bəli, xoşil Allah moşil. ifsələsin. Sacid Sacid. Sacid də mənim yaxşı dostumdur. Bəh. İndi elə mən də eyni babama tay Sacidin ən çox Nə dostuq. gözəl. Yəni Sacid mənim fikrim yaxın tərin dostu mənəm. Və Sacid mənə çox əzizdir. Bəh. Allah bir bizə çox görməsin. Yadımdan çıxacaqdı. Özə iş açar ha. O yaddan çıxma iş açar. Bəli, sağ ol ki, yadın deyil. Mənim zaten yadımdaydı ha, bir an yadımdan çıxdı. Şahidim Oyunpur, sənin Təbrizə nə hissin var? Heyf. Təbriz çox qəşəng. Vaqəən çox qəşəng. Yəni çox qəşəng ola bilərdi, vəli olmayıb. Biz həmişə hər zətdə bir daha heyfimiz var ba. Salonda heyfimiz var, xiyabanda heyfimiz var, şəhrbazda heyfimiz var, sinemada heyfimiz var. Mərkəz xəriddə heyfimiz var. İstəmişik bətər ola, vəli heyf olmayıb. Yəni mənim fikirəm ki, hər zətdə bu curuq. Yəni hər zətdə. Getdikcə də bu heyflərimiz böyüyür. Bir zaman məsələn buzurgtərin namaişgah kitabı İranı biz bərgüzar elədik. İndi heyf. Bilməm məsələn behtarin sinema İran Təbrizdə idi. İndi heyf. Mərkəz buzurgtərin bazar nəm sərpuşidə cahan nəm xeşti cahan bizimkidir. Amma indi heyf. Yəni bizim tamam zəminə-hay Təbrizdə bir daha heyfimiz var. Demirəm nəm İstanbulun, nəm hansı şəhrindən, Avropa ilə Amerika. Əslən onlar yox mu? Bir daha müsafir edəcəyim Məşədə gör nə qədər heyflər çoxalır. Xiyabanlarımız daimən heyfidədir. Vəziyyəti ictimaimiz daimən heyfidədir. Fərhəngimiz daimən heyfidədir. Və bu heyflərimiz getdikcə böyüyür. Mən qonaqlarımdan həmişə həsrətlərini soruşaram. Sən düz əvvəldə həsrətinlə başladın ki, böyük ustad Muhammed Rza Şəcəryanın konserti sən həsrət. Arı. Xaricilər deyəm mənəm, onlar qeyri-mücazdılar. Xaricilərdə kim? Ebi. Yəni, yeki az arzularım budur ki, Ebi'nin bir gün konsertini bərgüzar eləyəm. Cəlib. Bir müddətdə getdim, sonra qorxutdular, bilərmi də getmədim. Dubai'da, hə? Geridir Dubai'da bərgüzar edirsən. Yo, Bakı idi, İstanbul idi. Bir müddət işlədik, müntəxib eləyəmədik bu cür deyim. Cəlib. Radyo müstəşara hissiz. Qəşəhdir. Bu təcrübə. Tazadır və inşallah ki, bundan daha yaxçılaşacaq getdikcə. Valla mən bir çox danışdım, bilməm taymımız. Yo, əsən taym sıxıntısında deyil əslə. Bir daha da əziz qonağımız gəlib, deməyəm də. Bizə müntəzirdilər. Sağ olun ki, mənə dəvət elədiniz. Çox söyünürəm ki, buradayıq. Biraz dərd və del elədik, bu cür deyim. Və mən çox söyünürəm ki, buradayım. İnşallah cinə də söysüz, cinə də idam edər. Hətmən. Şahid Mümpur, sən çox söyməli karaktersən. Çox söyməli karaktersən və mən də o illərdə ki, saz çalmışam, orkestrlərlə işləmişəm. Həmişə sən fikir orkestr senfonikdən pul almamısan indicə. Yox, baba, orkestr senfonik hava pulu vardı ki, yaşaşat, həmçinin boşluğum veririk. Şahin məclisi pul almamışdı, heç pıraydla getdi, girdi, yatmışdı. Küçəbağda getdi, girdi, ağaca nəm. Onları gətirmişə gələsən, oturaq danışaq. Xatirat konsert çox-çoxdur. Yəni, gərək nə qədər oturaq bula həm bir-birimizin yadımıza salaq. Şirin gecələr, şirin ittifaqlar. Streslər, bilməm, ümidlər və gözəl işlər. Gözəl işlər. Mən Çiçestidə Zeytuna konsert qoymuşam. Bizim neçə yüzdə ot həyər gətmişdik, otladıq bunları. Səhnədə ot yandırmışdıq. Fəzaibaz bir icra idi. Onlardan videoların zadın var, ver paylaşaq. Fikirəm qalmayın. Nə mənə varında arşivindən ver paylaşaq. Çəşm. Mən tamamam. Səndə son söz. Mənim soruşmadığım, sizin demək istədiyiniz bir zat. Sağ olun. İnşallah daha bundan yaxşı təricələrimiz olsun Təbrizdə. Heyf idi. Mən Urmiyənin də əvvəl konsertlərini mən yola salmışam. Onda ki, mən konsert qoydum Urmiyədə, şəsən konsertgüzar yox idi. İndi oran Beytən konsertgüzar bizim mən burada dəstiyarım. Dedim konsertgüzar dandın bu kələmə. İndi özün işlədisən. Allah da təhiyyə konəndələr içində orada işləyirlər. Mənim dəstiyarım idilər. Urmiyədə, Ərdəbildə. Onların üçün mən konsertlərini yola salmışam.
Muntaqı mənim onların heç birinə irgim yoxdur. İndi təzə konsertim var. Ben 3 gün sonra Ərdəbil deyirik, 4 gün sonra Urmiyə deyirik. Bunda konsert edilir. Sən bir cəlib istilahın var. Hər vaxt mən zəhv vururam səndən xoşanlaşmağa, kef əhvallaşmağa deyəsən. Məsələn Cəmil bayramı oynuruq. İndi Cəmil oynuruq. Cəlib. Bayramısı yoxdur. Cəmil oynuruq. Qafiyəsi çətin. Sağ ol ki, bizə qonaq oldun. Şahidcan, bilirəm ki, çox danışmalı söhbətimiz var. Bəli, burada kəsaq və gələn görüşlərə də İnşallah. Sağ olun. Allah tapşırım. Mən də sizə Allah tapşırım. Sağ olun. Var olun.